Əziz dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir, nəsihətidir. Buyurur ki, biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra təsəvvür et ki, qəbirlər açılır, torpaq içərisində olanı bayra atır, bəşər yatdığı məzarından çıxır. Əvvəlkilər, sonuncular, məxluqatın hamısı o çağıran carçının səsinə qarşı ona tərəf gedir. Onları sürükləyən var, onlara şahid olan var və nəhayət mələklər həşr meydanının ətraflarından bükərək insanları bir məhşərə toplayır. وَنُنَزِّلُ الْمَلَائِكَةَ تَنْزِيلًا Mələkləri dəstə-dəstə indirərik. Və Allah Teala hökm vermək üçün, məxluqatı hesaba çəkmək üçün o böyük meydana gəlir. وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا Mələklər saf-saf düzülmüş haldaykən Rəbbin gəlir. Və o gün nə minbər olacaq, nə səsi yüksəltmək üçün mikrofon olacaq. Böyük meydan, əzəmətli sakitlik, o sakitlik əzəmətliyi ilə böyük dəhşət, vəhşət və uzun dayanışdan sonra təsəvvür et, o mənzərəni, o heybətli görünüşü, qorxunc mənzərə, hansı ki ağılları alıb hamının əlindən, hər nəfs özü ilə məşğuldur. Məxluqat bir meydanda tək dayanıb, günəş bir mil qədər yaxınlaşıb onlara və soruşma hallarından, sıxlıqlarından, o vaxt ki şiddət daha da artacaq olar üçün, soruşma tərlərindən necə axır, qəlbləri necə boğaza çatır, gözləyirlər hesabı. O gündə miqdarı 50 min olan bir gündə nəhayət vadar olurlar. Qərara gəlirlər ki, bəşərin atası Adəmin yanına gəlsinlər. Ki, danışsın Rəbbi ilə. Şəfayətçi olsun ki, hesabı başlasın. Hökmü versin artıq. Lakin kimdir o gün Allahdan soruşmaq istəyən? Kimdir soruşa bilən? Çünki Rəbbin o gün elə qəzəblənib ki, nə ondan qabaq, nə ondan sonra belə qəzəblənməyib. Ona görə üzrxahlıq edəcək. Deyəcək, gedin başqa peyğəmbərlərin yanına. Gedəcəklər Nuhun yanına, sonra İbrahimin, sonra Musanın, sonra İsa'nın, nəhayət ümmətin, ağasının, Muhammedin yanına gələcəklər. Ərşin altında səcdə edəndən sonra deyiləcək ki, ona başını qaldır, istə sənə veriləcək. Şəfayətçi ol, şəfayətin qəbul ediləcək və şəfayət edəcək. Hökm verilsin deyə, artıq hesab başlasın deyə. O an məclis qurulacaq, məhkəmə başlayacaq. O vaxt nə üz olacaq, kiməsə yaltaqlanasan, nə dost olacaq, müdafiə etsin səni, üzrxahlıq etsin sənə görə, nə yaxın olacaq, xilas etsin səni, nə rüşvət verə biləcəksən, nə tanış tapacaqsan, hər kəs tək qalacaq, necə əvvəl xəlq olunubsa, sonra görəcəksən ki, tərəzi qurulur və heç də zinət üçün qurulmur, bəzək üçün qurulmur, nəsə bir şuar deyil, əksinə Rəbbinin qanunu icra etmək üçündür. وَوُدِعَ الْمَوَازِينُ الْقِسْطِ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا Qiyamət günü ədalət tərəzisi qurulacaq və ya ədalət tərəziləri qurulacaq. Heç bir nəfsə, heç bir şeydə zülm olunmayacaq və deyiləcək sənə ki, irəli keç. İrəli çıx, axtaracaqsan, özün üçün üzrlər, necə dünyada axtarırdın? Deyə bilməyəcəksən, məşğul idim. Deyə bilməyəcəksən, niyyətləndim.